İcra Dövlət Komitəsinin sədri Fuad Muradov cənablarını dəvət edirik. Sabahınız xeyir, əziz dostlar, qohumlar, cəncigərlər, həmvətənlər, bizim qonaqlarımız. Mən çox şadam ki, biz yenə də birlikdəyik və bizim forumumuzda ildən ilə böyüyür, təkmilləşir, peşəkarlaşır. Buna görə sizin hər birinizə çox böyük təşəkkür düşür, hər birinizə çox böyük işlər gördüyünüzə görə uğurlar arzu etmək istəyirəm və eyni zamanda Azərbaycandan da gələn qonaqlara dərin təşəkkürümü bildirmək istəyirəm ki, bizim bu forumu ilk gündən dəstəkləyərək, əslində gələcəyi dəstəkləyərək bu foruma qatılırlar və foruma dəstək göstərirlər. Təbii ki, Azərbaycan dövlətinin bu istiqamətdə də maraqları var. Bu maraqlar ən birinci ondan ibarətdir ki, siz daha peşəkar olasınız, daha savadlı olasınız, yaşadığınız ölkədə Azərbaycanı təmsil edəsiniz. Və əgər bu təmsilçilik intellektual təmsilçilikdirsə, deməli bu Azərbaycan üçün hər zaman lazım olan bir istiqamət olacaq.